Yeri gəlmişkən Jalə xanım, sizcə maarifləndirmək cəmiyyəti həkimlərin işidir, yoxsa medianın işidir, yoxsa şəxsin özünə qalıb artıq? Süni vasitələrdən yaranan bu əlavə gözəllik vasitələri bunlar qadınlara problem yarada bilir. Son zamanlar cəmiyyətdə həkimlərə qarşı bir aqressiya var. Maariflənmə məktəb həyatından başlamalıdır və gözəllik sağlamlığa mane olmamalıdır. İstəsək də, istəməsək də stressli bir həyatın içərisindəyik. Bunu minimuma necə azalda bilərik və doğrudan da hormonal dəyişikliklərin, hormonal xəstəliklərin başlıca səbəbi stressdir, yoxsa stress bunu daha çox sürətləndirir? Doktor, heç olubmu ki, məsələn, mən diyet saxladım, ya çəki verdim və yaxud çəki aldım, məndə ginekoloji bir problem yarandı, şikayəti ilə müraciət etsinlər. Ümumiyyətlə doktor, pasiyentin probleminin həll olunması, sağalmasında həkimin ona verdiyi güvən və eyni zamanda ailədən aldığı dəstək nə dərəcədə rol oynayır, əhəmiyyətlidir? Salam əziz izləyicilər, Media və Beyin verilişində xoş gördük hər birinizi. Bu gün çox dəyərli bir qonağım var və onu sizə təqdim etmək istəyirəm. Tibb elmləri üzrə fəlsəfə doktoru, həkim mama ginekoloq Jalə xanım Cavadova. Salam Jalə xanım, xoş gördük. Necəsiz? Aleyküm salam, çox sağ olun. Minnətdaram məni studiyanıza dəvət etdiyiniz üçün. Bizə xoşdur sizi burada qonaq etmək. Bizim məqsədimiz izləyicilərimizə hər kəsin öz ixtisası üzrə mövzular ətrafında müzakirələr etmək və əlimizdən gəldiyincə cəmiyyətimizi maarifləndirməkdir. İstəyərdim biraz bizi izləyən dəyərli izləyicilərimizə özünüz haqqında məlumat verərdiniz. Mən həkim mama ginekoloq Respublika Perinatal Mərkəzinin artıq 27 ildir müddətində çalışıram, işləyirəm. Bizim məqsədimiz ümumiyyətlə uşaqlıq boyunu üzrə onkoloji xərçəng önü xəstəliklərinin erkən profilaktikasını üzə çıxartmaq, bunun qarşısını almaq və bununla mübarizə aparmaqdır. Aha. Uşaqlıq boyu xəstəlikləri nələrdir, əlamətləri, ümumiyyətlə yaranma səbəbləri nələrdir? Uşaqlıq boyunu xəstəliklərinin bilirsiniz, təkcə uşaqlıq boynunda deyil, proses vulvada da olur, uşaqlıq yolunda da olur, uşaqlıq boynunda da olur. Ən çox sıx rast gəlinən təbii ki, uşaqlıq boynu xəstəliyidir. Bunlar uşaqlıq boynu, uşaqlıq yolu, vulvada olan dəyişikliklər, bunlar hamısı bir-birinə ehtiva edir. Uşaqlıq boynu xəstəlikləri içində cinsi yolla keçən xəstəliklər, nəticəsində yaranan proseslər, məsələn, eroziya deyilir, eroziyalar, xərçəng önü displastik proseslər, fon xəstəlikləri, servititlər, kolpitlər, poliplər, kandilomalar, bunlar bu kimi xəstəliklər, yəni çox rast gəlinir. Nədən yaranır və hansı yaş qrupunda daha çox görünür? Artıq indi son zamanlarda yaş kriterisi yoxdur. Yəni bu fərdi olaraq pasiyentə görə dəyişir. Ümumiyyətlə bütün uşaqlıq yolunda, uşaqlıq boynunda olan xəstəliklər əsasən cinsi yolla keçən infeksion xəstəliklər. Burada məsələn ureoplazma öz təsirini göstərir, xlamidia, sonra ən çox yayğın olan papilomavirus deyilən, HPV deyilən bir virusdur ki, papilomavirus artıq bunlar öz sözünü demiş və uşaqlıq boyunda nəzərə çarpacaq dəyişikliklər yaradan bir virusdur və eyni zamanda da uşaqlıq boynu xəstəliklərində irsi onkoloji meyilliklər, irsi xəstəliklər, autoimmun xəstəliklər, immunosupressiya xəstəlikləri, sonra cinsi partnyorları tez-tez dəyişən insanlarda, sonra hormonal pozğunluqlarda, xroniki stresslərdə, zərərli vərdişlər olan qadınlarda olur. Yəni hormonal kontraseptivlərdən çox istifadə edən xanımlarda, eyni zamanda çox süni abort eləyən qadınlarda da çox rast gəlinir. Gəlmə səbəbləri çoxdur yəni. Sadaladığınız bu əlamətlərin içərisində daha çox hansı sahə üzrə, hansı əlamətlər üzrə şikayətlərlə gəlirlər? Ən çox məsələn tibbi dildə deyirlər postkoital qanama. Postkoital qanamada, posttravmatik qanamalarda cinsi
əlaqədə olan qanamalar, məsələn, qoxulu axıntılar, qanlı axıntılar olanda, məsələn, bəzən məsələn ailələrində, valideynlərində əgər irsi meyillik, ölüm halları müşahidə olunursa, bu xəstələr daha narahat olur, skrininq etməyə özlərinə bir də borc bilirlər, yəni müraciət eləyirlər. Qoxulu axıntılar, qanlı axıntılar, anagenital sahələrdə ziyillər olanda, bu kimi və s. hallarda müraciət eləyirlər. Sizinlə çəkiliş etmədən öncə bir anons yayımladıq ki, qonağımız kim olacaq və izləyicilərdən suallar gəldi. Daha çox poliplər üzərindən də suallar ünvanladılar. Poliplərin ümumiyyətlə yaranma səbəbi nədir? Necə olur ki, yaranır? Polip ümumiyyətlə hormon mənşəli, xoş xassəli törəmə hesab olunur. Bəli, poliplər uşaqlıq boynunda ola bilir, uşaqlıq boşluğunda ola bilər. Poliplər odur ki, onlar bəzən qanamalarla özünü göstərir. Bəzi xanımlarda məsələn anormal qanaxmalar olur, aybaşı pozğunluğu olur. Ya bəzən xanımlar ki, hansı ki hamiləlik planlayırsa, hamiləlik planlamada maneə törədə bilir. Bunlar hormon mənşəli, xoş xassəli törəmələrdir. Ancaq uzun müddət qalanda bəzi hallarda onlar onkoloji səmtə yönələ bilir. Ona görə də poliplər mütləq təbii ki, göstərişə əsasən mütləq polipektomiya deyilən bir əməliyyat və icra olunur. Polipektomiya olunmalıdır. Pasient mütləq olaraq dinamik nəzarətdə olmalıdır. Jaylə xanım, uşaqlıq boynunun səthində hüceyrə dəyişiklikləri. Biraz da bundan danışaq. Uşaqlıq boynunda ümumiyyətlə belə bir fikir var. Ədəbiyyatda da əsasən xərçəng önü proseslər 7 ildən 15 il arası gedə bilər. Uşaqlıq boynunda olan hüceyrə səviyyəsində bölünmələr, dəyişikliklər 7-15 il ərzində gedə bilər. Ancaq əgər xərçəng önü xəstəlikləri erkən diaqnostik olunarkən aşkarlanarsa və bunun qarşısı alınarsa, xoş xassəli proseslərin, xəstəliklərin qarşısı almış oluruq və bununla da 100% sağalma müşahidə oluna bilər. Əgər vaxtında müraciət olunarsa, xəstə vaxtında bütün rutin skrininqlər var, bunlar xüsusi skrininqlər var ki, onları etmək lazımdır. Və eroziyadan da istəyərdim bəhs edək yeri gəlmişkən. Təbii ki, əgər qadında uzun müddət axıntılar varsa, məsələn, bəzən doğuşdan sonraki hallarda olur, bəzən qadınlar, məsələn, vaxt qıtlığı olur, həkimə müraciət edə bilmir, ya deyir ki, mənə heç narahat eləmir, mən həkimə müraciət etmədim, ya da bir özünə qarşı bir soyuqqanlıq olarsa, abort sonrası dönəmdə, əməliyyat sonrası dönəmdə, doğuş sonrası anlarda qadınlarda onda bəli, müayinə olunarkən eroziya deyilən, yəni tibbi termin papilyar ektopiya deyilən belə bir servikal ektopiya aşkar olunur. Təbii ki, bunun da dərəcələri var. Bunun üçün müəyyən müayinələr var ki, onun dərəcələrini təyin edir. Hansı müayinələrdir? Yeri gəlmişkən buradan vurğulayaq, bəlkə izləyicilərimizdən bilməyənlər vardır. Ümumiyyətlə, deməli, beynəlxalq uşaqlıq boynu xərçəngi üzrə skrininq proqramlar var. Məsələn, Azərbaycandakı olan skrininq proqramlarını deyim. Azərbaycanda 21-24 yaş arası skrininqlər olunur. Bu skrininqlara nə daxildir? Pap smear, KOTES, HPV bunlar yoxlanmalıdır. Bir də 25-65 yaş arası yoxlanılır. Yəni 21-24 yaş arası əsasən 3 ildən bir yoxlanılır. Hər bir rutin olaraq 3 ildən bir mütləq olaraq pap smear verilir. Artıq bunların pozitiv və negativ çıxmasına əsasən taktika irəli sürülür. 25-65 yaş arası isə qadınlar 5 ildən bir mütləq olaraq KOTES deyilən bir, KOTES yəni HPV və PAP test, KOTES deyilən bir müayinələrdən mütləq keçməlidir. Və əgər bunların cavablarında pozitivlik varsa, HPV müsbət olarsa, HPV-nin məsələn onkogen tipləri var, onlar aşkar olunarsa, onda artıq kolposkopik müayinələr aparılır. Kolposkopiya nədir? Bu xərçəngin erkən diaqnostikası üçün olan endoskopiya növlərindən biridir. Qeyri-invaziv bir müayinə metodudur. Yəni ki, 15, 20, 30 dəfə böyüdücü ilə uşaqlıq boyunda olan dəyişiklikləri haqqında bizə məlumat verir. Dəyərli izləyicilərimiz, sponsorlarımız haqqında məlumat vermək istəyirəm. Baş sponsorumuz Şəhid Ağami Heybətov və Şəhid Mayor Elnur Hacıyev adına Uşaq İnkişaf Mərkəzidir.
İnkişaf Mərkəzinin ünvanı haqqında məlumat vermək istəyirəm. Ünvan Bakı şəhəri Xəzər rayonu Buzovna Məşdağa yolunun üstü Araz marketlə üzbəüz. Cəfər Cabbarlı küçəsi, ev 2, əlaqə nömrəsi 051 520 12 13. Aha. Maraqlıdır. Baxın Jalə xanım, xəstəliklər çoxdur və günü-gündən də yayılmağa başlayır. Bunların içərisində hormonal xəstəliklər, ümumiyyətlə hormon pozğunluğu daha çox diqqət çəkir. Bilirik ki, həyat şəraitimiz, ümumiyyətlə dünya şəraiti, həyat şəraitimiz elədir ki, stressdən uzaq qala bilmirik. Nə qədər bunu tövsiyə etsək də, məsələn, siz həkimlər nə qədər tövsiyə etsəniz də, istəsək də, istəməsək də stressli bir həyatın içərisindəyik. Bunu minimuma necə azalda bilərik və doğrudan da hormonal dəyişikliklərin, hormonal xəstəliklərin başlıca səbəbi stressdir, yoxsa stress bunu daha çox sürətləndirir? Təbii ki, burada xroniki stresslər bildiyimiz kimi bu xərçəng yönü xəstəliklərinin ümumiyyətlə uşaqlıq boyununda ümumiyyətlə xərçəng xəstəlikləri yaranmasında rol oynayır. Autoimmun xəstəliklər, indi autoimmun xəstəliklərin kifayət qədər sayı çoxdur. Hashimoto çox yayğındır, Bəli, bəli. məsələn, oynaq xəstəlikləri. Bunlar ədəbiyyata əsasən bütün autoimmun xəstələr protokoldan kənar, mütləq olaraq ildə bir dəfə mütləq olaraq uşaqlıq boyunu müayinələrdən keçməlidirlər. Çünki onlarda xərçəng olma ehtimalı 2-3 dəfə çoxdur və autoimmun xəstəliklərinə görə onlar ildə bir dəfə HPV, pap test müayinələrdən rutin olaraq keçməlidir. Xroniki stress təbii ki, qidalanma faktoru, gigiyena qaydalarına düzgün riayət etməmək, çoxlu abortlar, çoxlu kontraseptiv, hormonal kontrasepsiyalardan istifadə etmək, bunlar da uşaqlıq boyunu xərçənglərinə gətirib çıxardır. Hormonal pozğunluqda bu hormonal pozğunluq xroniki stresslə bağlıdır ki, bu da oksidativ stressə çevrilir təbii ki. Məsələn, yuxu rejimi, qidalanma faktorları, sosial faktorlar, abortların sayının çox olması, cinsi partnyorların sayı çox olması bunlar hamısı önəmli yer tutur. Aha. Maraqlıdır Jalə xanım, uzun illərin təcrübəli həkimisiniz. Təcrübənizə əsasən, yəni pasientlərinizdən yola çıxaraq, qadınlarımız bədənlərini nə qədər tanıyır ümumiyyətlə? Bədənləri haqqında məlumat azlığı bu xəstəliklərin səbəbinin çoxalması və yaxud xəstəliyi vaxtında müşahidə edə bilməməsinə səbəb yaradır, yoxsa ümumiyyətlə qadın bədəni haqqında bir qorxu var? Sanki qadınlar qorxurlar bədənlərini analiz etməkdən, yoxsa bu məlumat azlığından ümumiyyətlə yola çıxır, doğru bir məlumata sahib deyillər? Çox əfsuslar olsun ki, bəli, bu bir tendensiyadır. Bizim xanımlarda ən çox qorxu hissi də çoxdur. Yəni ki, belə bir məsələn, bəzən bizə müraciət edirlər ki, qorxuram, gedərəm, nəsə bir pis bir Problem şey çıxar, çıxar. problem çıxar və mən onu eşitməmək üçün həkimə müraciət etmirəm. Əfsuslar olsun ki, qadınlar, cəmiyyətdə qadınlarımızda bu fikir hələ də var. Və eyni zamanda da maariflənməmək. Bu bizim, mən düşünürəm ki, böyük bir problemimizdir, qlobal problemdir və mən öz subyektiv fikrim odur ki, maariflənmə məktəb həyatından başlamalıdır Aha. bütün qadınlarda. Çünki hətta dünya protokollarında vaksinasiyaları belə 9 yaşından başlayırlar. Erkən cinsi əlaqədən öncə başlayırlar bütün bu vaksinasiya tədbirləri profilaktik olaraq da uşaqlıq boyunu xərçəngin qarşısını almaqdan ötürü. Ona görə düşünürəm ki, məktəb həyatından qızlarımız maarifləndirilməlidir və bu maariflənmə həm çox problemlərin qarşısını almaq olur, həm qadın zorakılığına qarşı, qadınların erkən nigaha daxil olması kimi halların qarşısını alır. Qadınlar öz bədənini tanımalıdır, bunun barədə çox məlumatlı olmalıdır. Və düşünürəm ki, məktəblərdə bu barədə, bu haqda tibbi məlumatlar olmalıdır. Çünki bəzi mənbələrdən, bəzi qadrjetlərdən qeyri-düzgün məlumat ala bilərlər. O da xoşagəlməyən nəticələrə gətirib çıxara bilər. Ona görə də düşünürəm ki, maariflənmə çox vacibdir. Yəni bir sözlə çox şeylər bilməməzlikdən olur. Yeri gəlmişkən Jalə xanım, sizcə maarifləndirmək cəmiyyəti həkimlərin işidir, yoxsa medianın işidir, yoxsa şəxsin özünə qalıb artıq? Media da bu işdə kömək etməlidir. Çünki mediada həlledici
rol oynayır cəmiyyətdə, aparıcı rol oynayır. Mediada olmalıdır. Eyni zamanda da məktəb dövründə də qadınlar maariflənməlidir. Valideynlər maariflənməlidir ki, onlar da öz övladlarını maarifləndirə bilsinlər. Bilirsiniz, tələb, ehtiyac məsələsi var da. Əgər nə qədər tələb varsa və yaxud ehtiyac nə qədərsə, bu ehtiyaca görə tələb yaranıbsa artıq, burada medianın da üzərinə məsuliyyət düşür. Artıq əlaqədar qurumların da və yaxud tibb sahəsinin, səhiyyə sahəsinin, təhsil sahəsinin ki, artıq biz bunu maarifləndirmə yönündə layihələr işləyək. Məsələn, tutaq ki, mən media yönündə maraqlıyamsa bu sahəyə, tələb axtarıram, ehtiyacı axtarıram və bu tələbə, ehtiyaca görə veriliş çəkirəmsə, layihələr işləyirəmsə, mənə elə gəlir ki, o tələbdən doğur. Onun üçün də insanların, cəmiyyət olaraq qadınlarımızın özünün də maariflənməyə bir marağı olmalıdır. Məsələn, bu gün informasiya bolluğu var, əlimizdə telefon var, internet var və sosial mediada, sosial şəbəkədə eyni qədər məlumatlara rastlaşa bilərik. Bu məlumatların içərisində doğru olmayan məlumatlar var və yaxud doğru olsa belə fərdə aid olan məlumatlar var, amma biz bunu toplu şəkildə istifadə edə bilmərik. Amma mən düşünürəm, bir media mənsubu olaraq mən düşünürəm ki, cəmiyyətin bir tələbi olmalıdır, bir axtarışı olmalıdır ki, mən doğru məlumatı hardan alım? Ümumiyyətlə mən bədənim haqqında, yediyim qida haqqında, istifadə etdiyim hər hansı bir əşya haqqında doğru məlumat əldə edim. Mən media olaraq cəmiyyətdə bunu görə bilmirəm. Daha çox maariflənməkdən daha çox əlimdə asan, tez nə edə bilirəmsə onunla qane olmağa çalışırlar. Mələkə xanım, ona görə də düz buyurursunuz ki, son zamanlar mediada olan informasiya bolluğu, qadınlarımız təbii ki, əvvəllərə nisbətən daha çox məlumatlıdırlar. Həm də bizim səhiyyə sistemində icbari tibbi sığorta deyilən bir sistem var. Artıq qadınlar icbari səhiyyənin dövlət proqramlarının qoyduğu səhiyyə sahəsində bu aparıcı bu proqramlar, yəni rutin xəstələrinin infeksiyaları, analizləri, təhlilləri, laborator klinik analizlər, əməliyyatların bunların hamısını icbari sığorta sistemində xəstələr çox rahat gəlib bundan istifadə edirlər. Yəni bu xidmətlərdən istifadə edirlər. Pasient, yəni qadın gəlirsə, təbii ki, arxasınca rəfiqələrini gətirir, ailə üzvlərini gətirir və belə-belə konveyer kimi qadınlar rutin olaraq gəlib bu müayinələrdən keçirlər. İcbari sığorta sistemi çox gözəl indi xidmətləri var. Bizdə də bu xidmətlərdən yararlanır bizim qadınlarımız, təbii ki. Biz də çalışırıq protokollar əsasında işləyirik. Yəni bu işlədiyimiz sürədə də biz təbii ki, bu qadınları maarifləndiririk. Və düşünürəm ki, bu hər bir həkimin həm peşə borcudur, həm də vicdani borcudur. Sizcə bütün həkimlər maarifləndirirmi, yoxsa sadəcə onun üçün pasient bir kapitaldır ya da bir işinin bir parçasıdır? Sadəcə gün içində rutin xəstələri müayinə eləyəcək və müayinəyə əsasən diaqnozunu qoyacaq, bu qədərmi? Yoxsa bütün həkimlər maarifləndirirmi sizcə? Əgər pasiyentlər maariflənirsə, əgər pasiyent uğurlu nəticə alınırsa, o bizim hər bir həkimin özünün uğurudur. Xəstənin sağalması, xəstənin həkimdən yanına razı getməsi o bizim böyük uğurumuzdur. Bəli. Belə düşünürəm. Bir də bilirsiniz, artıq dietologiya da ayrıca bir sahə olaraq fəaliyyət göstərir və sosial mediada da bu çox yayğındır və insanlar arasında da tələb çoxdur dietologiya sahəsinə və diet saxlamağı çox istəyən tələb var, yəni. Diet saxlamağın da özünün sağlamlığa müəyyən faydası, amma zərərləri də var. Elə hormonların pozulması olsun, uşaqlıq boyu xəstəliklərinə səbəbiyyət verə biləcək diyetlər də varmı sizcə? Bilirsiniz necə? Bəli, piylənmə, artıq çəki qadının həyat tərzinə, sağlamlığına təsirli. Artıq çəki, mən pasiyentlərim üçün məsələn həmişə deyirəm ki, artıq çəki sizin üçün xəstəlik. Məsələn, qadınlar çanaq tipi pilatesi hərəkətləri var, onlardan istifadə etməlidirlər. Qadınlar mütləq olaraq gigiyena qaydalarına riayət etməlidirlər. Qidalanmaya deyəndə ki, fast food qidaları, rəngli içkilər, məsələn, gecə istifadəsi, qeyri-rasional qidalanma, məsələn, yuxusuz qalmaq, qadın 8 saat mütləq olaraq
İnsan 8 saatlıq yuxusunu almalıdır. Gecələr yuxusuz qalmaq, qadjetlərdən sui-istifadə etmək və bunlar hamısı metabolik sindrom yaradır. Metabolik sindrom yaradarsa insulin dirəncini gətirib çıxardır, polikistoza gətirib çıxardır. Çox xəstəliklər var bunun üçün. Sonsuzluğa deyil eyni zamanda sonsuzluqdur, polikistozdur, metabolik sindromlardır, artıq çəkidir. Bunlar aybaşı pozulmasını gətirib çıxarır, anormal uşaqlıq qanamaları verir. Bunların səbəbi çoxdur. Uşaqlıq yolundan qan gəlirsə, təkcə uşaqlıq boyunda olan proseslərlə deyil, uşaqlıqla da bağlıdır. Anormal uşaqlıq qanamaları var. 7 gündən artıqdırsa, qadından anamnez toplayırıq. Ümumiyyətlə, düzgün toplanmış anamnez müalicənin 70%-dir diaqnostikanın. Dəqiq toplanmalıdır. Yəni ki, 7 gündən artıq bunun qanaması varsa, artıq burada başqa cür yanaşma olmalıdır. Əlbəttə ki, çəkisi çox olanlar üçün xüsusi pəhrizlər təyin olmalıdır. Fitness prosedurlarından istifadə etməlidir. Bu nəinki çanaq tipi əzələlərini bərkidir, qan dövranı yaşlaşdırır və son zamanlarda çox yaygın olan qeyri-iradi silik qaçırmalar kimi problemlərin də qarşısını almış olur. Ona görə də düşünürəm ki, qadın düzgün qidalanma, düzgün motivasiya, düzgün sağlam yuxu, qida rejimi və idman, yəni pilates. Bu qadın üçün bugünkü gündə bu müasir qadınlar üçün ən aktual olan yanaşmadır. İkinci sponsorumuz haqqında məlumat vermək istəyirəm. Hazırda çəkilişini etdiyimiz Refrev studiyadır. Refrev studiyada 7 fon mövcuddur. Məleykə Aslanzadə adına müraciət edənlərə 20% endirim var. Eyni zamanda targeting, SMM, dizayn xidmətləri də mövcuddur. Ünvan haqqında məlumat verim. Narimanov rayonu, Əhməd Rəcəbli, Çinar Park Biznes Mərkəzi, bina 1, 5-ci mərtəbə, 540-cı otaq. Doktor, heç olubmu ki, məsələn, mən diyet saxladım, ya çəki verdim və yaxud çəki aldım, məndə ginekoloji bir problem yarandı, şikayəti ilə müraciət etsinlər? Pəhriz saxlayandan sonra, Bəli. pəhriz saxlayandan sonra əksinə bizim xəstələrimizdə məsələn pəhriz saxlamaqla aybaşı funksiyası düzəlir, disfunksiyası varsa, aybaşı pozuntusu varsa, polikistoz varsa, insulin dirənci varsa qadınlarda müvafiq qidalarla, sağlam qidalar, yəni çalışmaq lazımdır ki, fast food qidaları olmasın, içkilər olmasın, bu rəngli, qazlı içkilər filan. Bunlarla əksinə müsbət nəticələr əldə etmək olar. Amma əgər qadın aşırı hiperaktiv idmanla məşğul olursa, əgər hansısa bir iynələrdən istifadə edirsə, arıqlama dərmanları, çayları indi çox yayğındır bu. Son zamanlar bəzi onların mənfi təsiri ola bilər. Bəlkə sahənizə aiddir, bəlkə deyil, amma gündəmdə iynə vasitəsilə arıqlama da çox dəb halını alıb. Bunu çoxu etiraf edir, amma bəziləri gizlədir, deyir ki, mən diyet saxlayaraq arıqlamışam və yaxud yürüyüş etdim, sağlam qidalandım, amma bir çoxu da etiraf edir ki, bəli, mən iynə vururam və onunla. Bunun ginekoloji xəstəlikləri tetikləməsi, ümumiyyətlə sürətləndirməsinə nə kimi rolları var? Bəli, bu iynələr çoxdur. Mən endokrinoloqların işinə qarışmaq istəməzdim. Endokrinoloqlarla ginekoloqlar bəzən çox sıx biz işimiz bərabər gedir, amma mən öz subyektiv fikrim odur ki, mən o iynələri qəbul eləmirəm. Çünki mən onların mənbəyini bilmirəm. Gələcəkdə nə fəsadlar törədəcək bilmirəm. Düşünürəm ki, insan hərəkət eləyərək nəinki arıqlayır, həm də sağlam qalır. Bəli. Gözəllik sağlamlığa mane olmamalıdır. Bəli, həm də atalarımızın təcrübədən keçmiş bir sözü var. Hərəkət özü ilə bərəkət gətirər. Əlbəttə. Təbii ki də hal-hazırda istəsək də, istəməsək də oturaq həyatımız daha çoxdur, pasiv həyatımız daha çoxdur. Amma mümkün qədər müəyyən işləri hərəkətli halda edə biləriksə və yaxud özümüzə zaman ayırıb biraz təbiətdə yürüyüş edə biləriksə, elə bilirəm biraz daha qabağa düşmüş ola bilərik. Sizinlə tam razıyam.
İynəni vurdun, sən çəki itirirsən, amma sən əzələ kütlən bərkiməlidir. Əzələlərin bərkiməsi çox vacibdir. Birdən-birə neçə kilo itirdinsə, əgər tutalım ki, bəs sənin orqanlarda da hətta sallanma belə müşahidə oluna bilər. Əzələ kütləsi bərkiməlidir. Əzəllər yanıt verir. Əgər 21 gün ərzində belə düzgün pilates hərəkətlər var ki, onları Bəli, edərkən əzəllər çox sürətli yanıt verə bilər. Onların müsbət effektləri var. Qadında məsələn sallanmaların qarşısını ala bilir, sonra sidik qaçırmaların qarşısını ala bilir. Aha, bəli. Bir də mən hamiləliyə toxunmaq istəyərəm. Elə bayaq siz vurğuladığınız kimi, erkən nigahlar və erkən nigahların ümumiyyətlə uşaqlıq boyu xəstəliklərinə gətirib çıxarmasından istəyərdim bəhs edək. Erkən nigahlarda mən düşünürəm ki, qadınlarda cinsi yetişkənlik dövrünə çatsalar belə, Bəli. onlar psixoloji hazır olmalıdırlar. Birinci insanın, qadının psixoloji hazırlığı olmalıdır. Yəni nigah təkcə ailə qurmaqdan, uşaq dünyaya gətirməkdən ibarət deyil. Qadın həyatda öz funksiyalarını bir xanım kimi yerinə yetirməyində iqtidarında olmalıdır. Amma o erkən yaşda, hətta həyatı tanımadan belə, Bəli. psixoloji gücü yoxdur, fiziki gücü yoxdur hələ bunun. Hələ tam maariflənməyib, savadı müəyyən karyerasında hələ bir uğurlar əldə etməmiş o qadın erkən nigaha ümumiyyətlə girməyi məncə düzgün deyil və bu fəsadları gətirib çıxarır. Niyə erkən nigahla bağlı vurğuladım və onu uşaqlıq boyu xəstəlikləri ilə bağlamağa çalışdım? Çünki bilirsiniz, xəstəliklərin bəzilərinin də səbəbi elə duyğusal səbəblərdir, psixoloji səbəblərdir. Məsələn, sizinlə çox əvvəllər bir verilişdə müzakirə eləmişdik, ümumiyyətlə xəstəliklərin psixosomatikası. O üzdən vurğuladım. Yəni erkən nigahda bu kimi xəstəliklər daha çoxmu özünü göstərə bilər? Əlbəttə, psixosomatika bildiyimiz kimi bədən və ruhun birləşməsi deməkdir. Bədən və ruh ahəng təşkil etməlidir. Mələkə xanım, əgər o erkən nigaha giribsə, onun psixoloji durumu, ruhu hazır deyil. Ola bilər hormonal yetişkinliyə çatıb, cinsi yetişkənliyə çatıb, ola bilər. Amma erkən qayğılar, həyat yoldaşına ehtiyaclarını ödəməlidir, evladının, ailə qayğıları, cəmiyyətdə də dik dayanmalıdır. Bunlar üçün əgər onun gücü çatmırsa, təbii ki, o bir daxili stres, özgüvənin aşağı düşməsi, bu kimi hallar yaşayacaq. Bəli. Duyğularını bastırdıqca da Duyğularını bu bastırdıqca, xəstəliyə çevrilir. öz potensialını əgər o Göstərə göstərə bilmirsə, bilmirsə. Son illər hətta əsrimizin bəlası deyə bilərik, xərçənglə bağlı və bu qadınlarda daha da çox sıx-sıx özünü göstərməyə başlayır. Uşaqlıq boyu xərçəngi. Bu barədə istəyərdim danışaq. Uşaqlıq boyunu xərçəngi ümumiyyətlə bayaq qeyd etdiyim kimi başqa xəstəliklərdən, cinsi yolla keçən infeksiyalarla da bağlıdır. Amma ən çox, ən son yayğın olan papilloma virus bizim bu əsrin bəlasıdır. Yəni əvvəllər məsələn çox nadir halda da rast gəlinirdisə, statistikaya görə son zamanlar çox artıb bu xəstəlik. Eyni zamanda uşaqlıq boyunu xərçənginə görə ölüm halları 4-cü yeri tutur. Qadınlar 4-cü yeri tutur, bəli, ölüm halları. Amma vaksinasiya deyilən proqramlar var, beynəlxalq təşkilatlar var, FIGO, ACOG. Bunların protokollarına əsasən vaksinasiyalar vurulur. Orada məsələn 9 yaşında qızlar vaksinasiya olunur. Az təminatlı ölkələrdə 2 dozlu istifadə olunur. Vaksin nədir? Vaksin var Gardasil 4 valentli var, 9 valentli. 9 valentli daha çox istifadə olunur. Bunlar həm uşaqlıq yolu, uşaqlıq boynu, vulva, anagenital sahələrdə olan xərçəngin qarşısını almaqdan ötürü 9 yaşından vaksinasiya olunur, 2 dozalı vurulur. Amma artıq müəyyən yaşdan sonra 3 dozla istifadə olunur, vaksinlərdən istifadə olunur. Vaksin müalicə demək deyil, gələcək xərçəngin qarşısını almaq üçün olan bir vaksindir. Vaksina da qarşı yanaşmalar fərqlidir cəmiyyətdə, bəli. Amma papilloma virusu haqqında nəyə deyə bilərəm? Onun 100-dən çox serotipi var. Ən çox onkogen riskli olan 16, 18, 33, 35, 52, 52-58 son Asiya tipləri, 52-58 tipləri çox qadınlarda, cavan qadınlarda əsasən rast gəlinir. Cinsi yolla, dəri təmas yoluna keçir və sonki qadınlara əsasən tibbi ləvazimat
alətlərdən də Bəli, keçmək bəli. var, doğuş yollarından, tibbi alətlərdən keçir və eyni zamanda biz HPV-li olan xəstələrdə teatr mekanizasiya kimi prosedur əməliyyatları eləyəndə hava damcı yolu ilə həkimlərdə konjunktivalarında, qırtlaqlarında o problem yarada bilir. Ümumiyyətlə HPV-yə görə, ona görə bu qadınlar ümumiyyətlə protokollar var da müəyyən yaşa görə papilloma virus müsbətdirsə, mütləq olaraq müvafiq xəstələr maarifləndirilir. Ya 1 ildən bir, ya 6 aydan bir, ya 3 aydan bir mütləq müayinə olunmalıdır. Məsələn, HPV müsbət olursa, pap test müsbət olursa, kolposkopiya mütləq olaraq vacibdir. Fərdi olaraq xəstəyə, pasiyentə görə dəyişilir. Daha çox necə qarşılayırlar qadınlar? Hər hansı bir problemlə qarşılaşanda siz müayinə edirsiniz, diaqnoz qoyursunuz ki, sizdə bu deyək ki, xəstəlik var və yaxud bunun əlaməti budur. Siz artıq nələri bilməlisiniz. Necə qarşılayırlar? Biz xəstəyə izah etməyə çalışırıq. Təbii ki, biraz məlumat verdikcə artıq biraz xəstələr bəzilərində adekvat reaksiya verir, bəziləri qeyri-adekvat, təbii ki, biraz kövrəlirlər. Biz onları anlamağa çalışırıq və bizim də peşəmiz, vəzifəmiz odur ki, bu müayinələr ondan ötürüdür ki, xərçəng önü xəstəliklərin qarşısını almaq, qadınların həyat keyfiyyətini yaxşılaşdırmaq, onların ömrünü uzatmaq. Yəni onlar rahat olmasınlar. Məsələn, çoxsunda ailədə onkoloji risk amili olur. Onlar daha çox müraciət eləyirlər, eyni zamanda qorxu hissi olur. Belə bir şey də var. Amma qadınlarda ümumiyyətlə xərçəng prosesi 7-15 il ərzində hüceyrələrin sürətli bölünməsi, hüceyrə səviyyəsinin bölünməsi səviyyəsində 7-15 il ərzində gedir, amma sürətlə də ola bilər. Bunun üçün təbii ki, sosial faktorlar, məsələn, post-Covid dönəmində ümumiyyətlə çoxaldı, sonra zərərli vərdişlər, çoxsaylı abortlar, bədənin immun qabiliyyəti, gigiyena, hər şey rol oynayır. Doktor, paytaxtdan gələn pasiyentlər daha çox məlumatlıdır, yoxsa ümumiyyətlə maarifləndirmə səviyyəsi regionlara, şəhərə görəmi dəyişir? Ümumiyyətlə heç şəhər, regionlar rol oynamır, insanın özündənmi asılıdır? Biz işlədiyimiz müəssisələrdə biz hamımız beynəlxalq protokollara əsasən işləyirik. Ümumdünya Səhiyyə Təşkilatının protokolları var, Səhiyyə Nazirliyinin özünün protokollarını işləyirik və biz çalışırıq ki, artıq həkimlər 5 ildən bir müəyyən sertifikasiya kurslarından keçir, daim konferensiyalar olur, daim maariflənirik bizdə və biz bu məlumatları alırıq ki, pasiyentlərimizə çatdırmaqdan ötürü və bunun da qarşısını almış oluruq təbii ki. Xeyr, pasiyentə görə dəyişilir. Aha. Hər şey pasiyentin yanaşmasından, ona adekvat yanaşmasından asılıdır. Digər sponsorumuz Bay Şaban İnklüziv Center'dır. Autizm, Down sindromlu, serebral iflic, əqli gerilik və psixi inkişaf ləngiməsi olan uşaqlar üçün peşəkar və qayğıkeş dəstək məkanı axtarırsanızsa, Bay Şaban İnklüziv Center sizin üçün ideal bir məkandır. Mərkəzin xidmətləri ilə bağlı ətraflı məlumat üçün 055 960 18 13 nömrəli telefonla əlaqə saxlaya bilərsiniz. Təbii ki, mənə elə gəlir ki, biz birlikdə bu yöndə, istiqamətdə iş görməyi seçərsək ki, cəmiyyət maariflənmək istəyərsə, media bu işi öz öhdəsinə götürərsə, həkim təbii ki, Səhiyyə Nazirliyi layihələr işləyərsə, regionlarda görüşlər olarsa, əhali ilə, xanımlarla, mənə elə gəlir ki, daha faydalı nəticələr və erkən nəticələr əldə etmiş olarıq və müalicə üsullarından biraz bəhs eləyək. Bizi izləyən izləyicilərimizə ümumiyyətlə buradan az da olsa məlumat vermiş ola bilərik ki, nələri bilsinlər, nə zaman müraciət etsinlər, müayinə və müalicə üsulları necə olmalı, doğru ünvanı necə tapsınlar? Ümumiyyətlə, əgər pasiyentdən hər hansı bir diskomfort olarsa, məsələn, koitus zamanı, cinsi əlaqə zamanı bir problem varsa, ailəsində onkoloji irsi meyillik varsa, aybaşı pozğunluğu varsa, pasiyentlər müraciət etməlidirlər. Təbii ki, edirlər də. Müraciət etməlidirlər və apardığımız bütün bu endoskopik müayinələr, rutin olaraq aparırlar, kod test, pap test, bu müayinə metodlarının nəticələrini əsasən biz taktika seçirik. Və bu taktikamız nədən ibarətdir? Uşaqlıq boyunun konizasiyası olunur, lip konizasyon olur, ilməli eksizya olur, kriyodestruksiya olunur, hamiləlik planlayan qadınlarda kriyodestruksiya olunur, onlar çapıq toxuması əmələ gəlmir.
bilmir. Artıq müəyyən yaşda artıq əgər müalicəyə tabe olmursa, təbii ki, lipkonizasyon elməli ekstiziya, lip kimi uşaqlıq boyunun diaterma ekstiziyası, bu kimi manipulyasiyalar aparılır. Aparılandan sonra da əgər orada HPV müsbətdirsə, məsələn 3 aydan bir, HPV mənfidirsə 6 aydan bir, pasient rutin olaraq gəlməlidir, müraciət etməlidir. Bizdə yaşlı qadınlar da müraciət edirlər. Bu 21-50 arası yaşında da, eyni zamanda da 65, 64, 62, 70-ə qədər qadınlar müraciət edirlər. Əgər bu rutin skrininglər aparılır, biz 2 il müddətində, yəni 5 il müddətində onlar bizim nəzarətimizdə olur. Biz onları nəzarət edirik. O deməkdir ki, hamısı diatermokoagulyasiya kimi olunur. Onlar immunokorreksiya aparılır, iltihab varsa iltihab əleyhinə müalicələr aparılır, immunokorreksiya aparılır. Xəstələr bizim nəzarətimizdə olur. Amma əgər bir neçə dəfələrlə skrininglər negativ çıxırsa, normaldırsa cavabları, artıq skrining dayandırılır. Yaşlı qadınlar üçün də eyni zamanda. 3 dəfə əgər skriningin cavabı negativ çıxırsa, biz artıq bu skrining müayinələrini dayandırırıq. Ümumiyyətlə doktor, pasiyentin probleminin həll olunması, sağalmasında həkimin ona verdiyi güvən və eyni zamanda ailədən aldığı dəstək nə dərəcədə rol oynayır, əhəmiyyətlidir? Biz bəzən pasientlər, əfsuslar olsun ki, gündəmdə elə bir o ailələrə bağlıdır. Elə xanımlar var ki, biraz qadınlara qarşı sərt münasibət olanda onlar həkimə müraciət edə bilmirlər. Qısqanclıq zəmindən bu kimi hallarda qadınlar müraciət edə bilmirlər, yoldaşlarına, evdəki ailə üzvlərinə isbat edə bilmirlər. Bizdən xahiş edirlər ki, yəni biz onlara dəstək olmağa çalışırıq, dəstək olaraq izah edirik, aydınlıq gətiririk ki, bax bu məsələn vaxtında bunu etməlidir, etməsə belə olar. Bəzən pasientlər təbii ki, inandıra bilməyəndə biz bu işdə dəstək oluruq. Bu bizim vicdani borcumuzdur, həm də peşə borcumuzdur, belə hesab edirəm. Amma təbii ki, bu nöqtəyə gətiririk ki, aydınlıq gətiririk. Yəni peşəkarcasına biz bunları aydınlıq gətirməliyik ki, bu vacibdir. Bəli. Çünki cəmiyyətdə bir güvən problemi var, bir güvən sorunu var. Hamı bir-birinə güvənsizlik içərisindədir və təəssüf ki, cəmiyyətin əsas təməl dirəyi olan təhsil, səhiyyə və ailə və bu içində bir-birlərinə qarşı güvənsizlik var. Bunlardan biri də təbii ki, həkim və pasiyent münasibətidir. Bəzən baxırıq ki, həkim həqiqətən pasiyentə can yandırmır, sadəcə ona işinin bir parçası kimi yanaşır. Pasiyent də düşünür ki, o fərddir və həkim sadəcə onunla diqqətli olmalıdır, ona hər şeyi, hər bütün suallarını cavablandırmalıdır, təbəssüm etməlidir, gülməlidir, qayğısına qalmalıdır. Düzdür, burada indi münasibətləri fərdlər təyin edir. Həkimin nə qədər belə deyək, potensialı var, enerjisi çatır ki, bütün gün boyunca müraciət edən pasiyentlərə təbəssümlə cavab versin, bütün suallarını detallı cavablandırsın. Amma güvən elə bilirəm ki, burada çox önəmli bir faktordur. Əgər pasiyent, mən özümdən də yola çıxarım, əgər mən müraciət etdiyim həkimdən o enerjini, o isti münasibəti görə bilirəmsə, elə bilirəm ki, daha çox tez sağalacağam, problemim daha tez həll olunacaq. Siz belə çox vacib, aktual bir nöqtəyə toxundunuz, Məlikə xanım. Son zamanlar cəmiyyətdə həkimlərə qarşı bir aqressiya var. Bəli. Bu barədə az da olsa deyəcəm. Yəni həkimlər cinayət məsuliyyətinə cəlb olunur. Bu yaxında da bir çox hörmətli bir həkimimizi itirdik. Aqressiya var həkimlərə qarşı. Bu həkimlərin problemi deyil, bu ümumi cəmiyyətin problemidir. Həkim, mən bir də biraz haşiyədən çıxmaq istəyirəm. Əl həkim Allahın 99 adından biri əlac eləyən deməkdir. Biz artıq bu yolu seçmişiksə, bu bizim missiyamızdır. Bu biz missiyamızı layiqincə yerinə yetirməliyik. Pasiyentə biznes kimi baxmaq, marketinq kimi baxmaq düzgün deyil. Çünki pasiyent, siz bayaq qeyd etdiyiniz kimi, həkimlə pasiyent arasında elə bir güvən olmalıdır ki, əgər sən hörmət sahibi olmaq istəyirsənsə, uğur qazanmaq istəyirsənsə, bu xəstəni elə bir razı salmalısan, müalicə eləməlisən, yaxşı sonluq nəticə əldə eləməlisən ki, bunun davamı gəlsin. Həkimlərə qarşı aqressiya, mən düşünürəm ki, bu ümumi cəmiyyətin problemidir. Çünki bəzən həkimlər də təbii ki, yorulurlar.
Bura hər şey sosial faktor, təbiət faktorları, qlobal faktorlar, sabaha bir qədər güvənsizlik, stress faktorlar, stress xəbərlər, bunlar hamısının insanların somatikasına təsir edir. Amma biz bu yola çıxmışıqsa, bir həkim olaraq biz bu yolu şərəflə keçməliyik. Mən belə düşünürəm. Çünki Cəmiyyət həkim və üzr istəyirəm sözünüzü kəsirəm. Cəmiyyət həkim və müəllimdən keçir. Mən hər Bəli, zaman onu bəli. deyirəm. Biz müəllimlərə borcluyuq ki, biz də həkim olmaq üçün müəllimlərdən keçmişik. Həkimləri və müəllimləri kifayət qədər düşünürəm ki, qiymətləndirmək lazımdır. Çünki onlar cəmiyyətin güzgüsüdür. Əslində hər birimiz şuurlu şəkildə bir-birimizə bizim türklərin bir sözü var, vəli nemətimiz kimi baxsaq, məsələn, həkim pasiyentinə, pasiyent həkiminə, çünki hamımızın işimiz bir-birimizdən keçir. Biz hamımız bir-birimizə qarşı tərəfə hörmətlə, dəyərlə, işimizin bir parçası və yaxud günümüzün bir hissəsi kimi deyil də, hər zaman bir-birimizlə müsbət əlaqədə olmağımız prinsipi ilə yanaşsaq, elə bilirəm, həm həkim məmnun olar, həm pasiyent məmnun olar, həm müəllim, həm şagird, həm valideyn. Ümumilikdə bütün cəmiyyət bir-birimizlə bağlıyıq çünki. Biz bir-birimizdən qopa bilmərik. Ona görə o güvəni bərpa eləmək hər birimizin əlimizdədir. Təkrar hamiləlik mövzusuna qayıtmaq istəyirəm. Çünki sorğuda gələn suallardan biri də bugünün gəncləri, gənc xanımları ana olmağa nə qədər hazırdır? Ümumiyyətlə hamiləlik haqqında nə qədər məlumata sahibdirlər? Nəyi doğru bilirlər, yanlışdır əslində? Bayaq ona görə siz belə bir sual verdiniz ki, erkən nigahlar. Nigah məsuliyyətdir. Nigah təkcə gözəl şəkillər, gözəl toy, bunlardan ibarət deyil. Gözəl görüntülərdən ibarət deyil. Hazır olmalıdır qadın. Həm fiziki, həm mənəvi, həm psixoloji həyatda davam etməlidir. O yolu bir yerdə getməlidir öz seçdiyi həyat yoldaşı ilə. Siz dediniz ki, hamiləliklə bağlı. Əlbəttə ana olmağa hazırlaşırsa, mütləq olaraq Ümumiyyətlə planlı mı olmalıdır hamiləlik? planlı olmalıdır. Bəli. Bəli. O plana nələr daxildir? Çünki əgər evladı ana, ata, çox ailələr var ki, planlamırlar, ailə qururlar, amma 3 il, 5 il deyirlər ki, biz hələ hazır deyil. Biz valideynlər, bizim bu mentalitetə görə bəzi valideynlər deyirlər ki, bu normal hal deyil. Bunlar uşaq bizdən nəvə istəyirik də. Amma əslində düz hardasa onlar hazır olmalılar. Onlar məsuliyyətdir bu. Çünki uşağı evladına düzgün tərbiyə etmək istəyirsə, hər tərəfli böyütmək istəyirsə, qidalanmasını, geyinməsini, təhsilini, psixologiyasını, mənəvi təmin etmək istəyirsə, o valideyn özünü təmin etməlidir ilk öncə. Özünü təmin etməlidir maddi, özü karyerasında, maddi tərəfində elə bir nöqtəyə gəlməlidir ki, evladına da onu verə bilsin. Mən düşünürəm ki, bu daha düzgündə qaldı ki, ailə quranda, bəli, insanlar gərək əl-elə versin, dəstək olsunlar, cavan ailələrə dəstək olmaq lazımdır. Bəli. Sosial mediada maarifləndirmə vloqları, videoları, çəkilişlər olur və buna nə qədər etibar etmək olar? Ümumiyyətlə doğrudurmu, davamlı olmalıdırmı? Yoxsa şəxsən müraciət edib mütəxəssisdən doğru cavabları alsalar daha yaxşı olar? Bugünkü gündəmdə mütəxəssisə müraciət edirlər çox zaman. Mütəxəssisə də müraciət edirlər. Bəzən bilirsiniz, reklam həm də maariflənmədir. Zaten dünya reklam üzərində durur. Hər şey reklam olunur. O eyni zamanda maariflənmədir. Məsələn, evdar xanımların çoxusu, məsələn, sosial şəbəkələrdə ya televizorda, məsələn, verilişlərdə hansı həkimlərin haqqında məlumatı görüb, məsələn, müraciət eləyirlər. Normal effekt verir. Yəni hardasa evdar xanımların çoxusunda məsələn məlumat azlığı olur deyə, ona görə də onlar bu televiziya vasitələrindən istifadə edirlər. Nəticədə özünü göstərir təbii ki, hər şey. Amma yenə də mənə elə gəlir ki, ehtiyatlı davranmaqda fayda var. Mütəxəssis. Bəli, bir eşitdiyini bir digərindən də soruşub, məsləhətləşib, mütəxəssisə müraciət etsə daha yaxşı olar. Buradan bizi izləyən izləyicilərimizə, gənc xanımlara, analara, ümumiyyətlə qadınlarımıza bir həkim olaraq nə demək istəyərdiniz? Öncə bir sözü demək istəyirəm. Bəzən xanımlarımızda çox yayğın olan, çox geniş yayılmış belə bir fikir var. Doktor, mən xərçəngdən qorxuram, məni əməliyyat eləyin, götürün. Mən demək olar ki, hər gün belə bir pasiyentlə rastlaşıram.
Mən pasiyentlərə onu demək istəyirəm ki, uşaqlıq boynunu götürmək, uşaqlığı qisterektomiya əməliyyatları da artımlarla bərabər uşaqlığın götürülməsi belə bir əməliyyatdır. O prosesin həlli deyil. Təbii ki, əgər göstəriş varsa, qanaxmaları varsa, artıq bu əməliyyata göstəriş varsa, onda bu proses danılmazdır. Amma çox qanunlar deyirlər ki, doktor gəlib getməyə bizim qadınlarımızda biraz belə deyərək gəlib getmək problemi rayonlarda, periferiyada imkan yoxdur. Bir dəfəlik götürün, bizim canımız qutarsın. Yəni belə bir fikir var. Bu düzgün deyil. İnsanın bədənində xərçəng hüceyrəsi varsa, o mütləq özünü göstərəcək. Qaldı ki, uşaqlığın götürülməsi, erkən sümük əriməsi, erkən menopoza gətirir, qadınlarda başqa psixoloji durumlara gətirib çıxardır problemlərə. Qadınlara sözüm odur ki, gözəllik sağlamlıqdır. Əgər sağlamlıq olmadan gözəlliyin heç bir rolu yoxdur. Bəli. Və mən istəyirəm ki, bu gözəllik sağlamlığa mane olmasın. İstifadə olunan əlavə gözəllik vasitələri filan var. O xanımlara qəlb xətrinə demək istəmirəm, amma həddən artıq baxımsız, uzun səliqəsiz, uzun dırnaqlar, süni vasitələrdən yaranan bu əlavə gözəllik vasitələri bunlar qadınlara problem yarada bilir. Onların mənşəyi nədən hazırlanır bilmir və gözəllik sağlamlığa mane olmamalıdır. Aha. Bir həkim olaraq sizi ən çox narahat edən tendensiya nədir o zaman? Belə tendensiyam odur ki, qadın mütləq olaraq qadınlar bu gözəllik vasitələrdən ki, dediyim kimi istifadə edirlər, o sağlamlığa mane olmamalıdır. Yəni Öncə daxili gözəllik, Öncə daxili gözəllik, ruh halı və ondan sonra əgər onlar tam yerindədirsə, digər şeylər sizə yəni mane olmasın. Bunu əlavə etmək istərdim ki, qadınlarımız əgər onlarda bu kimi şikayətlər varsa, vaxtında müraciət etməlidir. Yəni həyatlarını bununla sığortalamış olurlar. Nəinki öz həyatlarını, evladlarını, ailəsini, həyat yoldaşlarını. Ona görə də vaxtında müayinələrdən keçməlidirlər. Həkimə müraciət etməkdən qorxmamalıdırlar. Əksinə erkən müayinə Həyat qurtarır. Həyat qurtarır. Bəli. Yeri gəlmişkən müayinə və diaqnozdan sonra təyin olunan müalicədə pasiyent nə dərəcədə davamiyyətlidir? Yəni vaxtında o müalicə sürəcində, müddətində davamlı gəlirmi? O müalicəni doğru düzgün yerinə yetirirmi? Ona görə biz həkimlər onları düzgün maarifləndirməliyik. Hər şey maarifləndirmədən asılıdır. Bilgilər verilməlidir, tibbi məlumat. Xəstə onda aydın olur, xəstə özü gəlir. Xəstələr artıq məsuliyyətlə yanaşırlar. Müraciət edirlər. Fərdə görə dəyişilir. 3 aydan bir, 6 aydan bir, 2 ildən bir. Amma yenə də müraciət edirlər. Çox təşəkkür edirəm doktor. Bizə zaman ayırdınız, təklifimizi qəbul etdiniz, dəvətimizi qəbul etdiniz, gəldiniz. Biz də burada media vasitəsilə, sizlərin vasitəsilə izləyicilərimizə qısa da olsa, az da olsa nacizanə məlumatları çatdıra bildik. Minnətdaram sizə. Təşəkkür edirəm. Sağ olun. Çox sağ olun. Bax belə əziz izləyicilər, Media və Beyin podkast çəkilişimizin bugünkü müzakirə mövzusu burada bitdi. Mənimlə dəyərli qonağımız tibb elmləri üzrə fəlsəfə doktoru, həkim mama ginekoloq Jalə xanım Cavadova idi. Sağ olun, gələn görüşərik.